Keçən səfər dostumla çox maraqlı bir mövzunu müzakirə elədik. Mənə sual verdi ki, niyə görə biz insanlar digər insanların sevgisinə, məhəbbətinə bu qədər dərin ehtiyac duyuruq? Bu əslində həm biolojik, həm təkamülümüz baxımından, həm də emosional ehtiyaclarımız baxımından zəruri bir hissdir. Çünki biz insanlar sosial varlıqlarıq və insanların bir-biri arasındakı bağlılığın itməməsinə görə bir növ yaradılışın bizə yaratdığı proqramdır, bağlantı proqramı. Və insanlar bir-biri ilə emosional ehtiyaclarını doyurmaq üçün müxtəlif hisslər ötürür. Və bu hisslər bəzən dönüşdürücü hisslər olur. Təbii ki, bizim şəxsiyyətimizi belə formalaşdıran hisslərdir. Biz yaradılışdan, doğulduğumuz andan etibarən öz valideynlərimizdən sevgi alırıq və ətrafımızdan, çevrəmizdən. Bu bizim xarakterimizi formalaşdırmağa başlayır. Və bu bizdə mükafatlandırılma hissini yaradır. Təbii ki, biz bu mükafatlandırılma hissi ilə qarşı tərəfə də öz hissimizi bölüşməyə başlayırıq. Yəni, sevgi və məhəbbət hissi nəinki daxilimizlə bağlı bir şeydir, həm də ötürdüyümüz bir hissdir. Buna görə çox vacibli bir əhəmiyyətə sahibdir.